Hacıyeva Günel, Məmmədbəyli kənd sakiniyəm. Zəngilan haqqında xoş sözlər eşitmişəm və həmişə qəlbimdə o vətənə qarşı xüsusi sevgi formalaşıbdır. Və hər zaman da inanırdıq ki, biz yenidən o torpaqlara qayıdacağıq və nəhayət ki, 2020-ci ildə bizim torpaqların da işğaldan azad olunduğu xəbərini eşitdik. Təbii ki, bu bizim ailəmizdə çox sevincli bir xəbər oldu, çox xoş qarşılandı. 2025-ci ildə Zəngilan Məmmədbəyli kəndində tikilən evlərdə bizə ev verildi. Bu kəndə köçdükdə təbii ki, kəndimizin gözəlliyini mən şahidi oldum. İşlə təmin olunmaq üçün Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Orada məni qeydiyyata aldılar. Bildirildi ki, Kənd Təsərrüfatı Nazirliyinin burada tabeliyində olan Dövlət Aqrar İnkişaf Mərkəzində aparıcı məsləhətçi vakansiyası vardır və onlar mənə göndəriş verdilər. Mən gedib Kənd Təsərrüfatı Nazirliyində həm tez, həm də şifahi şəkildə müsahibədən keçdim uğurla. Daha sonra Zəngilanın Dövlət Aqrar İnkişaf Mərkəzində aparıcı məsləhətçi vəzifəsinə təyin olundum. Artıq aylardır ki, burada işləyirəm və işimdən çox razıyam və mən çox şadam ki, artıq Zəngilan rayonunun daimi sakiniyəm.